şeyin verilişi, adı nədir onun? Xoşqədəmin verilişi. Bütün harda bomuz var, harda şey var, anasının əmcəyin kəsən var, harda anasından küsən var, hamısı oradaki Xoşqədəmin verilişində. Eləcə də Zaurun verilişi, eləcə də Fetux Elgizin verilişi, gəlirlər orada bir-birinin başını sındırırlar. O buna, o harda dişsiz, eybəcər, uru, dəli, Azərbaycan xalqı bəyəm dəlidən ibarət idi, xalqı bu pis günlərə qoydu. İndi bir-iki dənə də ağıllı var, yazıqlar, onlar da səsini çıxarmır. Oturublar ki, onların da əngin basarlar. Baxanda neynəsinlər? Onların da əngin basarlar. Kürdləri doldurub ora. Məhkəmə Kürd. Prokuror Kürd. Yezidi Kürd. Polis Yezidi Kürd. Bütün bu dayağa yuxarıda otuzdurub hamısını öz qohumların Kürddülər də. Şunun oğlu Kürddülər də. Kürdləri yığıblar başlarına. Qohum-qohumu yığar da. Bunlar da Kürddülər. Öz Kürdlərin yığıblar da. Durub sənə mənə xeyir verməyəcək. Bakılıya, ya Talışa, ya Göyçaylıya, ya məndən Qarabağlıya. Öz Kürdlərin yığıblar başlarına da. Başa düşdünüz məni? Həyat budur və bunu da qəbullanıblar. Mən də görürsünüz də, hiss edirsiniz. Danışanda məndə asma var. Nəfəsim təngə gəlir. Biraz danışanda çətinlik çəkirəm. Ona görə də əsəb keçirdirəm, danışıram. Baxıram, görürəm ki, hamı deyir. Məktubda yazdılar mənə, şeydə, direktdə yazdılar ki, bibim, filan şey filan oldu deyə. Özdə elə bir məsələn bəzisi, elə bir yüngül bir şeyi deyir ki, yəni elə bir ki, mən Bakıda, kişinin oğlu, mən Lənkəranda, Bakıda, bax burada bağırdığım kimi bağırırdım. Məni Petuxlar şikayət eləmişdilər. Mən onda Lənkəranda idim. Petuxlar məni şikayət eləmişdilər. 37-ci bölümə məni çağıranda, dedim, ala gizdirlər, Petuxa statiya var. Dedi, səni tutacaq, haradasan sən, gəl bura, gəlməlisən sabah saat 12-də. Dedim, götüm var, sən gəl Lənkərandayam mən. Götlərinin qorxusuna gəlmədilər Lənkərana. Başa düşürsən, mənim də uşaqlarım var, baxmıyorsunuz. Mənim də dalımda dayanan balalarım var. Onlar mənə ayağa verərlər, itə qurda. Başa düşürsünüz? Petuxa görə, Petuxlar bu dayağa, Azərbaycanda Petuxlar bu dayağa itlərə işləyirlər, əməlli başlayır. Petuxlar itlərə işləyir. Spesialni burada sosial mediada cəmaata sataşırlar. Kimin pulu var? Qadın belə olsa onu içəri bastırırlar. Qadın dəstəkçiləri. Amma yaxşı olur bir yandan. Vaxtında sizə dedim mən, ay qadınlar, ay filan kəslər tanıdıqlarıma. Siz götlərə niyə hədiyyə atırsınız? O şiri götə niyə atırsınız? O qədər yetim yesir var ki, 600 manat deyə şir. O şiri, aslanı götə niyə atırsınız? Atın onu bir dənə fağır fuqarıya, yesin duası da balalarımıza sizə gəlsin də. Bax, belə bir vəziyyətdir. Ona görə də bunlar üçün mən həmişə deyirəm, düzdür, danışıram, ürəyim partlayır, danışıram ki, ürəyim boşalsın deyə. Amma bu xalq üçün dəyməz, başınıza dönüm sizin. Adamı 5 köpəyə alıb, 15 köpəyə satarlar. Belə millətik biz. Adamı 5 köpəyə alıb, 50 köpəyə satarlar, yəni. Biz 2 dəqiqanın içində biz bir yerdə süfrədə oturaq, yeyək, içək, dost olaq aylarla, illərlə, amma başıma bir iş gəlsə, desələr ki, bu dəli idi, bu qəhbə idi, bu başdan xiyar idi, bu nə bilim nə idi, sırazı hamı məni sevənlər, hamı mənə inanar və mənim dalımca, mənə halal olsun deyənlər, mənə deyərlər ki, səni yoruğa sıçım deyərlər yəni. Mən buna inanıram və bilirəm. Mən bunun, necə deyərlər, şeyindən bir neçə dəfə belə şeylərdən keçmişəm, yəni başıma gəlibdi. Amma yenə də üzdü bəşərəmdə, yenə də ürəyim yanır, yenə də çıxıram, yenə də danışıram. Allah dil verib mənə də, neyniyim, danışmalıyam da. Ürəyim partisi. Sizin də başınızı ağratdım səhər-səhəri. Allah sizin canınızı sağ eləsin. Allah sizə uzun ömür versin, qürbətdə. Allaha ad verirəm onun cəlalına, qürbətdə belə qəşəng, belə sağ, salamat yaşayasınız, heç nəyin də dərdini çəkməyin, bir itkə çörəkdir, onu yiyəcəksiniz, torpaq da torpaqdır da, öləndən sonra cəsəd onsuz da mundardır da, ha orada bastırsınlar, ha burada bastırsınlar, cəsəd onsuz da mundardır, əsas bizim ruhumuz təmiz olsun, ruhumuz sağlam olsun, Allahımızı tanıyaq, dinimizi tanıyaq və heç vaxtı da Allahdan üz çevirməyək, Allah ona uzanan əlləri heç vaxtı geri çevirməz, bunu yadınızdan çıxartmayın. Ona uzanan əlləri Allah heç vaxtı geri çevirməz. Allah heç vaxtı haqqı nə haqqa verməz. Rus demişkən, na naşı ulici toji praznik bucud. Na naşı ulici toji bucud praznik. Bir gün bizim də üzümüz güləcək.
Düzdür, çətinlik çox çəkdik, əziyyətimiz çox oldu. Amma bir gün bunların başına İran bunlara mıxın diriyib, bunlara pryamoy daldan gedəcək İran. Elə sevinirəm ki, İran bunlara elə bir dənə füzə bəsdir, bir dənə. Balaca osturaq boyda yerdir də, bir dənə füzə bəsdir. İran bunların götünə elə ağac soxacaq ki, o aftafad illəri, İsrailin qarşokları. İlan bunların var, anasını sikəcəkdi ya. Rahat olun siz. O günü görəcəksiniz. Mən bəlkə görmədim, yaşlıyam. Amma siz görəcəksiniz. Siz cavanlara Allah o günü görməyi nəsib eləsin. Gedib torpaqlarımızda balalarımızla bayram eləməyi də sizə nəsib eləsin. İran bilir ki, mənə eləmək lazımdır. Darıxmayın siz. Onun kasıb-küsubdan işi yoxdur. Onun fağır fuqayra ilə işi yoxdur. İran bütün razvetkanı bilir. Kim hansı bölgədə, haralarda Allah'ı sevənləri hamısını tanıyır. Nardaran kimi yerdə qəhbəxana açdılar. Mən şok oldum. Şok. İmam Hüseynin əzadarlarını Nərdaran kimi yerdə məhərrəmlikdə aparıb basdılar türməyə, döyə-döyə, türməyə. Postpatrol qoydular Nərdaran kimi yerdə, dini qoruyan yerdə, qəhbələri ora bıraxmayan Nərdaran, götverənləri ora bıraxmayan Nərdaran, torpaqlarına qoymurdular ki, gəlib oradan-buradan qaçanlar, gəlib villa tiksinlər, qoymurdular. Bütün kətləri okupirovat eləmişlər, Nərdarana girə bilmirdilər. Nərdaran kimi yerdə Emin Ağalarov qəhbəsi, Emin Ağalarov cuhuddur da, anası qəhbə. Gəldi orada qəhbəxana açdı, qumarxana açdı. Həmən günü Aşura günü Nərdaranda gəldilər, konsert verdilər. O dıllağı açıq qız, nədir o? Hiss, mələ, hiss. O oxuyan qız var, götü açıq qız. Gəldi, Nərdaran kimi yerdə onlar qəhbəxana açdılar. Dayı, nə istəyirsiniz ki? Bundan o yanası yoxdur. Xalq qalxıb neynəcə? Bir yandan xalqı şey edirik, bir yandan nə ilə qalxsın? Xalq süpürgə ilə qalxsın, şivabra ilə qalxsın. Xalqı bir təmin edən oğlanlar olmalıdır, silahlandıran oğlanlar olmalıdır ki, arada hər gün bir dənəsini aradan çıxartsınlar. Hər gün 2 dənəsini aradan çıxartsınlar. Xalq nə ilə eləsin? Xalq əlində təsbihlə gəzə bilmir, qalmışdı silahla gəlsin. Əlində təsbihlə gəzəni basırlar türməyə. Əlində təsbihlə gəzəni. Ki, yəni bu kişidir. Basırlar türməyə, qoymurlar kişiləşmə getsin. Götləşmə, bu dəqiqə götləşmə gedir, sərf edir. Məktəbdən uşaqlar doğulan kimi saçlarını uzadırlar, oğlanların saçlarını uzadırlar. Son zamanlarda təzə gəlinlər. Oğlanların saçlarını uzadırlar. Mən orada yorumda yazdım ki, ay qızım, bu uşağın saçını niyə uzadımsan ki? Bu kişi də axı, bu kişi gərək böyüsün, həyətdə döyülsün, dava eləsin. Biz oğlan böyümüşük, bilirik də. Oğlan uşaqlar necə böyüməlidir? Döyülməlidir, döyməlidir, savaşmalıdır, atlanmalıdır, 2-ci mərtəbədə karate eləməlidir, mən nə bilim, judoya getməlidir. Oğlan uşağı elə böyüməlidir. Oğlan uşağını qız kimi böyüdürlər. Piyaninoya aparır, saçını da uzadır ki, mən oğlan böyüdürəm. Əlbəttə ki, o petuq olacaq. Əlbəttə ki, başa düşdünüz məni. Ona görə də Allah bizim köməyimiz olsun. Haçanacan sən mehriban operasiya eləyəcəksən ki, nə vaxta qədər sən dodağını şişirdəcəksən, nə vaxta qədər bırnını yonduracaqsan, İraq olsun, bostana qoysam səni, qarğalar qorxar. Bostana qoysam. Bostan qorxuluğu. Bostanda qoysam səni, şeydə, nə deyirlər, bağda, bağçada. Qarğalar görsə qorxar. Nəyə lazımdır ki bu? 60 neçə yaş sənin, 60 neçə yaş mənim. Sən nəyə görə belə edirsən ki? Onsuz da ölüb gedəcəksiniz, cəmaat qəbrinizdə sıçacaq da. Heç olmasa rəhmət oxusunlar da, nə olar? Mənə yenə bir 2 nəfər deyər ki, Allah rəhmət eləsin Şəhla bibini. Həmişə bizim tərəfimizdə idi. Ölümdən qorxan arvad deyirəm, onsuz da ölüm haqdır. Ya Əlidən, ya Vəlidən, ya Əcəldən. Bir yerdən gələcək, ölümdür də. Ölümdən qorxan arvad durub beləci birinci burada üzün açıb danışmaz. Mən heç vaxtı gizlənməmişəm. Allahdan başqa heç kəsin qabağında nə çökməmişəm, nə heç vaxtı heç bir qula baş əyməmişəm. Heç kim də mənim başıma əydirə bilməz. O vaxt elə özümü zəhərləyərəm. O Hitler kimi üzüyümün altındakı zəhərlə. Hitler kimi udaram zəhərimi, amma başımı heç bir götün qəhbənin yanında baş əymərəm. Başa düşdünüz? Allahdan başqa. Belə həyat yaşamaqdansa elə ölmək yaxşıdır. Belə həyat yaşamaqdansa. Bu nə də ola? Şəhərə çıxırsan, saat 12-dən sonra bulvarı petuq, bulvarın skameykaları, stanok. Bulvarda skameykada əmişirlər. Cəmaat öz balaları ilə bulvara çıxa bilmir. Targovu götxana, götlər çıxır saat 12-dən sonra çıxırlar.
O polislər bir yanda dayanıb, götləri qoruyur polislər. Polislər götlərin işlədiyi Azərbaycan polisim, mənim Azərbaycan polisim. Götlərin işlədiyi gey klubları qoruyurlar. Targovda 4 dənə gey klub var. Polislərim, mənim polislərim. Məni qorumaqdansa, mənim dalımda dayanmaqdansa götün dalın qoruyur, ay başıma dönüm. Götün deşigin qoruyur ki, birdən ağac əvəzinə ağac çoxallar. Başa düşdün məni? Ona görə də Allah bizim dadımıza çatsın. Danışıram, yoruluram, indi də yoruldum. Öpürəm sizi, mənim qardaşlarım, mənim balam Orxanım. Allah sənin o masum gözlərinə, Allah sənin o balalarını xoşbaxt eləsin. Aydın Əliyev, Allah sənin də köməyin olsun. Sağ ol, Həmişə sağ ol. belə güləsiz, heç Sağ ol. bir şeyin də dərdini çəkməyin. Sağ İnşallah ol. hər şey yaxşı olar. Mən çıxıram, ya da siz çıxardın məni. Siz çıxardın məni. Sağ olun.